Bir zaman vardı, Saddam Hüseynin adı gələndə İraq xalqı tir-tir əsərdi. Hətta bir neçə mərcəyi təqlidimizin, müctehidlərimizin qətlində onun əli var. Amma sonuna baxsaq, sonu necə oldu? Zülm və zalimin aqibəti. Məyər bunlar elə bugünkü dövrümüzdə olanlara yaxın ibrətlər deyilmi? Yaxın özlərinə görüb yaşadıkları dövrdə sonlarının aqibətlərinin necə olmasından ibrət çıxarması üçün bəs deyilmi? Halbuki bir zamanlar İmam Hüseyin əleyhissalamın ziyarətinə qadağa qoymuşdu Saddam Hüseyin. Hətta fotolarda var, öz silahı ilə ateş açır, odlu silah İmam Hüseyin əleyhissalamın hərəminə doğru Beynül Hərəmeyndə dayanır. Tank yanında Kamil Hüseyin onun ordu komandanı idi, müdafiə naziri idi dövründə. Ateş açaraq bu sözləri deyir ki, sənin də adın Hüseyndir, mənim də adım Saddam Hüseyin. Adı Hüseyin. Sən güclüsən, mən güclüyəm. Bax, ziyarətə gələn bir kimsəyə icazə vermirəm, qoymuram. Amma aqibətinə bax, çıxanda hardan, çirkab sulardan çıxartdılar, harda tutdular, harda yaxaladılar və sonu nə? Amma yenə milyonlarca var imamın ziyarətinə axın edir. Zülm və zalimin aqibəti. Həmin o Fironun başına gələnlər, həmin o Nəmrudun aqibəti, bu Səddamların, Qəddafilərin aqibəti onun yolunu gedən hər bir kəsin aqibətinə oxşardı, eynidir. Ona görə Allah bizi heç zaman zülm edənlərdən qərar verməsin.